Nəsillər hər bir yaş qrupunun münasibət və davranışlarında olan fərqlərin ayırd edilməsi üçün yaradılan bir termindir. Fərqlər özünü bir çox sahədə biruzə verir. Nəsillər özünə məxsus etiketləri ilə tanınır. Bu ləqəblər akademiklərin, marketoloqların, jurnalistlərin həmin təbəqələri adlandırmaq üçün istifadə etdiyi terminlərdir. İlk dəfə belə bir yanaşma ilə Amerikalı qadın yazıcı Gertruda Stein çıxış edib. Bu yazıcı təxminən 1800-1900-cü illər arasında doğulmuş, Birinci Dünya müharibəsini yaşamış insanları təsvir etmək üçün itirilmiş nəsil ifadəsindən istifadə edib. Başqa versiyalarda itirilmiş nəsil termini yazıcı Ernest Hemingway'nin Dəyişən ziyafət kitabında yer alıb. Bu sinfə 1883-1900-cü illərdə doğulan insanlara aid edilirdi. World Atlas'ın verdiyi məlumata görə itirilmiş nəsil Amerika Birləşmiş Ştatlarında məşhur olan bir əcdaddır. Nəslin son nümayəndələri Emma Marano, Nabeta Jima və Violet Brown olub. Onlar arasında ən sonuncusu 2016-cı ildə vəfat edib. On the old farmhouse veranda, there sat Silas and Miranda, thinking of the days gone by. 20-ci əsrin ilk nəsli 1901-1924-cü illər arasında doğulanlardır. Time jurnalının məlumatına görə onlara bəzən G nəsli, yəni ən böyük nəsil deyirlər. Onları səssiz nəslin sələfləri adlandırırlar. Buradakı G və I birləşməsinin baş hərfləri ingilis dilində olan hökumət məsələsi və ya ümumi məsələ hərbi terminologiyasının baş hərflərindən irəli gəlir. Bunu nəsil nəzəriyyəçiləri olan Neil Howe və William Strauss meydana çıxarıb. Həmçinin 1939-1945-ci illərdə yaşayanlara İkinci Dünya müharibəsi nəsli də deyirlər. Ən böyük nəsil adını isə Amerikalı yazıcı və jurnalist Tom Brokaw qoyub. December 7th, 1941, a date which will live in infamy. Üçüncü kohort 1925-1941-ci illəri əhatə edir. Onlara səssiz nəsil də deyirlər. Ehtimallara görə bu dövr Amerikalı McCarthy antikommunist qorxusuna görə və 1960-cı illərin sonunda etirazlar zamanı səssiz dayanan şəxsiyyətlərə istinadən belə adlandırılır. 1950-60-cı illərin firavan dövrlərində yetkinlik yaşlarına çatdıqları üçün onlara bəzən bir neçə şanslı da deyirdilər. Sözü gedən nəslin görkəmli nümayəndələri arasında Roma papası Fransisk, Malcolm X, Bernie Sanders, Fidel Castro və Martin Luther'in də adları var. Növbəti nəsil isə 1946-64-cü illəri əhatə edən baby boomerlər adlanır. Müharibədən sonra dünyada əhalinin sayında çox böyük şəkildə artım yaşandı və buna demoqrafik boom deyilirdi. Onlar müharibədən sonraki dövrdə yaranan iqtisadi artımdan faydalanan nəsil kimi tanınır. Avropa və Şimali Amerikada bu nəsil dövlətin bir sıra faydalı imtiyazları ilə böyüyüblər. Oh yeah, I'll tell you something, I think you'll understand. 5-ci nəsil başqa adla X nəsli adlanır. 1965-1980-ci illəri əhatə edir. X ləqəbinin adı ilk dəfə 1950-ci ildə Robert Capa'nın fotoessesində çəkilib. 1991-ci ildə Douglas Copeland'ın X nəsli adlı kitabından sonra isə daha populyar olub. Bu nəsil Sovet İttifaqının dağılmasının və ilk dəfə internetin yaranmasının şahidi olub. X nəsli üçün gələcək iki səbəbə görə o qədər də yaxşı olmaya bilər. Biri odur ki, onların biri çoxu pensiya sistemlərinin böhrana düşdüyü bir anda təqaüdə çıxacaq. Digər bir məsələ isə onlardan əvvəlki mirasların X nəslinə deyil, Y və ya Z nəslinə qalacağını düşünürəm. Bu isə onları pis edən əsas səbəblərdəndir. Y nəsli və ya milleniallar 1981-1996-cı illəri əhatə edir. Onun adı ilk dəfə Neil Howe'nin Nəsillər kitabında keçib. Repsol'un verdiyi məlumata görə onlar internetə olmayan stasionar xətlər, videolentlər və ya televizorlarla böyüdülər. Bu fərdlər kompüterlərin, mobil telefonların və modem bağlantısına uyğunlaşmalı oldular. Y nəsli bizim 80-ci illərdən 96-cı illərə qədər olan məşhur 90-ların uşaqları deyilən nəsil isə ilk nəsildir ki, onun öz əməyi ilə çalışaraq ev almağı artıq çox çətindir və bu öz maliyyə problemlərini həll eləməyi bacarmayan ilk nəsil kimi biz tarixin səhifələrinə düşmüşük. Həmin ərəfədə bir də müharibə, 1-ci Qarabağ müharibəsinin həmin ərəfəyə təsadüf eləməyi bizim nəslin, Y nəslinin
bu keçid dönəmini daha da ağrılı hala gətirib. Z-ləri rəqəmsal nəsil olaraq da adlandırırlar və bu şəxslər əsasən 1997-2010-cu illərdə dünyaya göz açanlardır. Belə olmasına əsas səbəb onların internet, sosial media və digər texnologiyalardan istifadəsi ilə bağlıdır. Psixoloqlar bu nəsli səbirsiz adlandırırlar. Əlavə olaraq qeyd olunur ki, Z nəsli və onların valideynləri arasında dövr olaraq böyük bir fərq var. Bir nəsil analog texnologiya zəmanəsində böyüdüyü halda, digərləri isə rəqəmsal dövrdə böyüyüb. Bu isə onların arasında olan anlaşılmazlığı biruzə verir. Əslində biz bunu anlasaq ki, bu bizdən sonraki gələn nəsil yeni texnologiya və yeni imkanlar çərçivəsində formalaşır, biz onu normal qəbul edərik. Məsəl üçün, bu gün təzə doğulan uşaq 1 yaşına çatanda avtomatik YouTube-a girə bilir, WhatsApp-a istifadə edə bilir. Amma biz təzə dünyaya gələndə isə televizor yox idi. Yəni, xaladenik soyuducular, bu kimi avadanlıqlar təzə var idi və biz bunu hələ təzə dərk edirdik. Amma birini təzə doğulan uşaq birbaşa YouTube-a gedir. Sinifləşdirmənin sonuncuları isə 2010-2025-ci illəri əhatə edən alfa nəslidir. Onlar texnologiya okeanında doğulub desək, yanılmarıq. Bu nəsil kişiləri daha çox oyuna, qadınları isə sosial media istifadəsinə daha çox yönəlməsi ilə tanınır. Məhz bu səbəbdən uşaqlarda tənbəllik yaranır və bəzən cəmiyyət bunu düzgün başa düşə bilmir. Əlavə olaraq bu nəsil süni intellektdən ən çox istifadə edən kimi tanınır. Süni intellekt, yəni elektronikadan daha yüksək informasiya tələb edir. Bu tələb etmə nəticəsində öz beynindələngimə formalaşır. Və bu ləngimə nəticəsində uşaqlarda duyğular qapanır, emosional pozuntular formalaşır və biz bunlara artıq, misal üçün, bunu sosial şəbəkələrdə görürük ki, alfa nəslinə biraz belə geri zəkalı kimi göstərirlər. Bunun səbəbi odur ki, süni intellektdən daha çox istifadə edirlər. Sosioloqlar isə alfa nəslini nisbətən daha şanslı adlandırırlar. Onlar deyirlər ki, Covid dönəmi onların ailələri ilə vaxt keçirmələri üçün bir şans oldu və bunun sayəsində onlar ailələrinə daha çox bağlana bildilər. Z nəsli ilə müqayisədə bu alfa üçün daha yaxşı fürsət idi. Və nəzərə alsaq ki, Covid hardasa 3-4 illik bir qapanma dövrü məhz Z nəslinin yeniyetməlik, erkən gənclik illərinə düşdü. Bu məsələdə, bu qapanma da onların psixologiyasına mənfi şəkildə təsir göstərdi. Amma alfa nəslinə Covid, mən deyərdim ki, əksinə müsbət təsir göstərdi. Çünki onların tam olaraq yeni dünyaya göz açdıqları və ev şəraitində valideynlə daha çox təmasa ehtiyac duyduqları bir vaxtda bu qapanma gerçəkləşdi. Ona görə də yəni onlar daha çox valideynləri ilə vaxt keçirə bildilər. Word Atlas'ın araşdırmasına görə yeni ildən başqa nəsil gələcək, onun adı isə Beta olacaq. 2026-2039-cu illəri əhatə edəcək. Onlar daha çox inkişaf etmiş texnologiyalarla tanış olacaq, hətta uçan maşınlardan istifadə edə biləcəkləri də düşünülür.